Dəyərli abituriyentlər, mayın 23-də Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə xanım Abbaszadə mətbuat konfransı keçirdi və bir sıra statistik məlumatları açıqladı. Hansı ki, bu statistik məlumatlar sizin ixtisas seçimi zamanı nəzərə almalı olduğunuz məqamlardır. Məlumdur ki, bu günlərdə çox həyəcanlısınız. Həm imtahanlar artıq başlayır və həm imtahanların həyəcanı, həm imtahanda hansı balı yığmaqla bağlı düşüncələriniz, yəni necə olacaq imtahan, hansı balı yığacam, müvafiq bal yığa biləcəmmi? Həmçinin də bal yığdıqdan sonra ixtisas seçimi nə cür olacaq, hansı ixtisası seçməliyəm, hansı ixtisas daha uğurludur, necə edim ki, seçimim daha uğurlu olsun və həmçinin də topladığım bal yazmaq istədiyim ixtisasa uyğundurmu? Ümumiyyətcə topladığım bal ixtisas seçimində nə cür rol oynayacaq?